valideynlər olaraq biz düşünürük ki, mən nə deyirəm, övladım onu eləməlidir. Biz düşünürük onların xeyrinə də əlbəttə ki, valideyn bunu türklər demiş, içgüdüsel olaraq bunu uşağın xeyrinə elədiyini düşünür. Ancaq bizim hər tövsiyəmiz o demək deyil ki, doğrudan uşağın xeyrinədir. Bəzən bir addım geriyə durmaq lazımdır, ona seçim haqqı vermək lazımdır. Əslində siz gözəl bir hərəkət eləmisiniz orada, addım atmısınız ki, elə başa düşdüm ki, özəl bir şey geyinib Geyindirmədim. Siz ona, o da bir seçimdir. Hə, mən dedim mən sənin yerində olsaydım geyinərdim. Təklif etmisiniz? Hə. İstəmirsən dedim, hə yox, necə istəyirsən elə də geyin get. Demək ki, o özünü elə rahat hiss edir. Əslində bu da bir seçimdir. O artıq seçimini edib. Sadəcə öz seçimini edib. Sizin seçiminizlə uyğunlaşmayıb. Çox maraqlı bax yanaşma elədiniz hazırda ki, dediniz ki, mən əslində nə hiss elədim? Doğru deyirsiniz. Mən özümü günahkar hiss elədim, amma mən yaxşı tərəfi görmədim. Bax, siz dediniz ki, seçim verdiniz. Əlbəttə. Hə, mən ona seçim verdiyim üçün əslində düz hərəkət elədim. Əlbəttə.